Allah da bizə bu ayda bu bəndələrinə o həkimin 5 yaşlı uşağa müraciət elədiyi kimi onunla öz arasında yaratdığı istilik səmməti bizdə yaradır. Allah buyurur ki, o həkimin uşağın əlindən tutduğu kimi buyurur ki, "Əyyuhəl-ləzīnə əmənū." Ay mənim iman gətirmiş bəndələri. Bu süfrə sizdən qabaqçı ümmətlər üçün də açılmışdı. Bəli. Siz üçün də açılıb. Niyə? Ləalləkum təttəqun. Bəlkə təqvalı olasınız. Quran bir düstur deyir. İnsan istəyirsən bu ayda sənin qəlbin aram olsun. 4-cü yolu budur ki, təqvalı olasan. Oruc təqva gətirir. Bəli. İnsan ki 16 saat açsız qalır, orucu batillədən özünü qoruyur. Hətta məkruhatlardan, o şeylər ki orucu batilləmir, savabını azaldır. Hətta insan özünü ondan belə qoruyur. Bir şeydən ötürü ki insan təqva yaratsın. Bəli. Və bu təqva da insanın qəlbinə aramlıq bəxş eləyir. Hətta İmam Bağır hədis var ki, buyurur ki, "Vəs-sum vəl-hacc", həcc və oruç tutmalı da litəskunul qulub, qəlbləri təskinlik gətirir, aramlıq gətirir. Elə bu ayın fəlsəfəsindən də biri budur ki, insan burada oruç tutur da qəlbi onun aram olsun, təskinlik tapsın.